Bir namazınıza görə təşəkkür eləmişsiniz ki, Allah, şükür ki, bu namazı qıldım. Deyirlər, şükür səcdəsindən Allahın o qədər xoşu gəlir. Deyir, rəhmət bürüyür insanı. Namazdan sonra mütləq şükür səcdəsi eləyin. Yadda qalsın bu. Ürəkdən bir təşəkkür eləyin ki, Allah, şükür ki, qismət elədin, zöhr namazını qıldım. Çox minnətdaram ki, mənə namazı nəsib elədin. Belə olmasa bir gün din alınır adamın əlindən. Din çox çətin oldusa adamın əlindən alınır. Amma kim şövqlə ibadət elədirsə, Allah ona sıxıntılardan çıxış yolları verir. Və mən yəttəqillah yəc'alləhu məxrəca. Kim deyir, Allahdan ilahi təqvaya sahib olsa Allah ona çıxış yolu verər. Və mən yəttəqillah yəc'alləhu min əmrihi yusra. Kim təqvalı olsa Allah ona asanlıq verər işlərində. İşləri asan inkişaf eləyər.